ki 15-ci əsrdə, 14-cü, 15-ci və 16-cı əsrlərdə türklərin özünə cəlb edilməsi üçün rəqabət gedir. Misal üçün Şah İsmayıl özünə cəlb eləməyə çalışır türkləri, ondan sonra Osmanlı özünə cəlb eləməyə çalışır türkləri və türklər də güclü döyüşçü idi. Güclü döyüşçü idi. Misal üçün Şah İsmayıl başladı türkcə nələrsə deməyə, türkcə şeirlər falan yazmağa və türklər bunlara doğru axın etməyə başladı. Və bu da heç də türkcə deyildi əslində. Yəni türkcə sözlərdən istifadə edirdi və türkcəyə yaxın bir sözlərdən istifadə edirdi, amma yenə də bu şeirlər, bu misralar hamısı İranidir əslində. Heç türkcədə deyil bu. Bu başqa bir söhbət mövzusudur. Amma Şah İsmayıl belə bir metoddan istifadə edirdi ki, türkləri özünə cəlb etsin, çünki yaxşı döyüşürdülər. Və bu öz effektini tuturdu və bu Osmanlıda da bu cür aparılmağa başladı. Başladılar özlərini, nə bilim, başladılar Oğuzun qayı boyuna aid etməyə ki, biz də türkük. Gəlin biz tərəfdə döyüşün. Və bu indi də sənədlərlə, faktlarla Türkiyənin hətta özünün böyük tarixçiləri vasitəsilə sübut olundu ki, Osmanlılar qay boyundan olmayıb, bu saxta bir söhbətdir, özlərinə bir kitab yazırıblar ki, türkləri özünə cəlb etsinlər. Və bunun tarixi sənədləri var.